İstəyirəm öz şəxsi həyatından danışasan. Anan lalkar olub. Atan tez ayrılıblar. Amma şəkildə görəndə görübsən ki, atan dünya gözəlidir, eləmi? Gözəl, Allah. Bəs anan da göyçək olub mu ana? Ben eləm. Doğrudanmı? Onda sən hansına oxşuyursan? Anama. Ana oxşuyursan, eləmi? Hə. Amma nənənin himayəsində olubsan da, nənən səni böyüdüb. Nətər böyüdüb ana sizi? Döyərəkmi, söyərəkmi, yoxsa sevgi ilənmi? Yaxşı. Deyirdi gözümün qabağından getmə, gedərəm özümdən. O dərəcədə səni çox istəyirdi. Bax, o elə istəyirdi. Qardaşını da elə istəyirdi mi ana? Məni çox istəyirdilər. Ən çox səni istəyirdilər. Babam da, nənəm də Hə. ən çox məni istəyirdilər. Və yaxşı, sizin ehtiyaclarınızı kim ödəyirdi ayana? Baban ərini də, babanı deyirəm. Ölüb o qalada ölmüşdü. Hə, onu da mən görməmişdim. Heç sən onu da gör. Və yaxşı, sizin dolanışığınızı kim təmin edib ana? 3 arvad, bir də oğlan. Oğuldan, Hə, dayılarım. qardaşın. İki Dayıların kömək edib, eləmi? Hə. Dayılarım. Dayıların saxlayıb. Ona görə sən təhsil ala bilməyibsən. Yox. Heç olub. Nənəm qoymurdu da. Hə. Nənəm deyirdi, eşiyə çıxmaq olmaz. Aa, Qız nə eşiyə çıxdı nə də. ciddi olub. Hə, Bəs olub. yaxşı, ayana heç sözün özündə deyibsənmi? Məni niyə aramır, niyə axtarmır? Deyirdim, hə. Heç sonra rastlaşmadın, Yox, eləmi? Heç. yox. Bilmədin, tanımadın atan kimdir. Yox. Amma onun boşluğunu, həsrətliyini hiss elədin mi ana? Bəni, Nədən çox hiss edirdin məsələn atanın yoxluğunu, nədən çox hiss edirdin? deyirdim ki, daha yoxdur, ata yoxdur. O qədər yemək yemək. Çorluq çəkmisiniz. Çorluq çəkirdim. Anladım. Mən maraqlıdır ki, məsələn deyirsən atan dünya gözəl olub da, amma anan da lalkar olub. Nə yaxşı atan ananı alıb da. Anam dünya gözəl idi. Aha. Anam dünya gözəl idi, almışdı da. Aha. Sonra ki... Həm də anan dərsən deyirdin ki, qoçaq arvad olub, eləmi? Qıriyatdı, qoçaq. Çox qıriyatdı, çox gözəl. Qaqaşın nə deyib? Qaqaşım dedi ki bana, Aha. dedi bircə kərvananı dilimə alıb söymüşəm mi? Aha. Dedim yox. Dedi ona görə söymürəm, sənin anan kimi qeyrətli, qıriyatlı, namuslu arvad ola bilməz. Görürsən? Anam çöllərdən sümbül yığırdı. Kartof alırdı. Aha. Çiçək dərirdi, ölüm odama çiçəyi alırdılar. Hə, bilirəm, hə. İndi də alırlar. Aha. Hə, alırdılar. Anam böyle şeylə bizi saxlayıb. Can. Elə çıxır ki, atan da ananın gözəlliyinə aşiq olub da. Mən aşıq olub. Özü istəyib də, yəni özü deyib ki, lal da olsa, kar da olsa mən onu Anam da istəyirəm. istəyib, o da istəyib. Aa. İkisi də gözəl olub. Yaraşıqlı Çox olublar. yaraşıqlı kişi idi. Hə, prosta atan o Şeymiş. Mən elə şəkilli gördüm, mən şəkildə gördüm. Mən açıq görmədim. Hə. 3 aylıq əmmiş mən, belə 3 Üç ay- yaşında, hə. 3 yaşında yanmış məni qov gedib. Və qov getməklə anam qoyub. Deyib atamı niyə tutdurdun? Hə, sənin babanı, sənin atan tutturub, Tutturub. sonra o O da türmədə gedib qalada ölüb. hə, rəhmətə gedib, amma günahsız yerə tutuzdurub da Hə, atan. günahsız şər eləyib. Aa, ona görə də anan bunu Ana bağışlamayıb. ona götürdü, hə, Anan ona ona bağışlamayıb. götürdü, hə. Başa düşdüm ana. Çətin həyatdır, çətin. Hə, anam üstüm. Amma deyirəm Allaha qurban olum. Gəldin elə kişiyə ərə gəldin ki, o səni gəzdirdi, yedizdirdi, çizdirdi, saxladı. O çətin həyatı Allah sənə bir sınaq olaraq veribmiş. Çox şükür ayana. Heç şükür edibsən ondan sonrakı nə yaxşı bəxtiyara gəlmişəm. Mənə o qədər. Doğrudanmı? Vallahi. Çox şükür, çox şükür.